STEM dərsində şagirdlərin istifadəsi üçün vahid elektron sistem haqqında məlumat verəcəyik. Daxil olmaq üçün ilk olaraq UTIS kodunuzu qeyd etməlisiniz. Açılan pəncərədə şifrənizi daxil edirsiniz. Daxil olduqdan sonra cari həftəyə uyğun olaraq idarə lövhəsində dərs vəsaiti görünəcəkdir. Vəsaiti yükləmək üçün sağ yuxarı küncdə yüklə düyməsinə klikləmək lazımdır. Dərslər bölməsində tədris proqramı və davamiyyət ilə tanış ola bilərsiniz. Hər hansı bir dərslə ətraflı tanış olmaq üçün dərsin adına keçid edə bilərsiniz. Şəxsi məlumatlarınızı yeniləmək üçün profil bölməsinə, şifrənizi yeniləmək üçün isə şifrə bölməsinə keçid etməlisiniz.